Ölüm vadisi. Bu məkan 18 il ərzində 380 min insan həyatına son qoyub. 10 minlərlə insanı ömürlük əlil edib. Bu Tugiçak İslah Əmək Düşərgəsi haqqında Sovet dövründə mətbuata bir cümlə belə yazılmayıb. Yalnız 1990-cı illərin əvvəllərində düşərgədə baş verən dəhşətlər haqqında kütləvi informasiya vasitələrində araşdırma yazılar ictimaiyyətə təqdim edilib. Sovet geoloqları bir neçə il kəşfiyyat işlərindən sonra 1936-cı ildə Maqadan vilayətində uran yataqları aşkar edəndə Mərkəzi Komitədə bu yataqların istismarı ilə bağlı xüsusi qərar hazırlanıb. Qərarın bəndlərin biri də bu Tugiçak mədənlərinin ərazisində eyni adlı İslah Əmək Düşərgəsinin yaradılması olub və 1937-ci ildə sonralar Ölüm Vadisi adlandırılan düşərgə ilk sakinlərini qəbul edib. Düşərgənin fəaliyyəti tam məxfi saxlanılıb. Yerləşdiyi aşağı bu Tugiçak qəsəbəsi qapalı zona elan edilib. Qəsəbə NKVD əməkdaşlarının nəzarətinə götürülüb. Uran mədənlərinə könüllü işləməyə gələnlərdən də məxfiliyin qorunması haqqında iltizam alınıb. Mədənlərdə könüllü işləyənlərin iş saatı 4 saatdan ibarət olub. Düşərgədə saxlanılan məhbuslar isə uran yataqlarında 12-14 saat işləyiblər. Könüllü işə gələnlər yüksək əmək haqqına görə maqadanlara üst tutublar. Ancaq onların əksəriyyətində qazandıqları pulu xərcləmək qismət olmayıb. Belə ki, 20-30 iş gündən sonra onlar xüsusi müalicə müəssisələrində şüa xəstəliklərdən həyatını itiriblər. 4 saat işləyənlərin səhhətində belə problemlərin yarandığı halda 12-14 saat işləyənlərin səhhətinin necə olduğunu yəqin ki, anlamaq çətin deyil. Məhbuslar elə yataqlarda iş başında ölüblər. Mədənlərdə işlər əsasən əllə görülüb, texnika yox dərəcəsində olub. Heç bir təhlükəsizlik tədbiri görülməyib. Məhbusların saxlanma şəraiti və iş rejimi o dərəcədə ağır və dözülməz olub ki, intihar hadisələri adi hala çevrilib. Bu Tugiçakda gündə 100 ton uran filizi istehsal etmək üçün hidrometeorologiya zavodunun tikintisinə başlanılıb. Məhbusların sayı artırılıb. 30 nəfər üçün nəzərdə tutulmuş kamerada 120-150 nəfər saxlanılıb. Bu cür şəraitdə məhbuslar normal yuxu ala bilməyiblər. Məhbusların qida rasionu almanların əsir düşərgəsindəki qida rasionundan qat-qat aşağı səviyyədə olub. Menyu əsasən tərəvəz tullantılarından hazırlanmış şorbalardan və 250 qram çörəkdən ibarət olub. Bu Tugiçak düşərgəsi bəlkə də dünyada yeganə düşərgə olub ki, burada tibbi xidmət fəaliyyət göstərməyib. Bu düşərgədə saxlanılanlar ən adi xəstəliklərdən ölüblər. İş qabiliyyətini itirənlər isə düşərgə nəzarətçiləri tərəfindən güllələniblər. Düşərgədə dəhşətlərdən biri də burada saxlanılan məhbusların üzərində aparılan sınaqlarla bağlıdır. Hər 2-3 aydan bir düşərgəyə Moskvadan bir qrup həkim ezam olunub. Onlar məhbusların beyinlərində sınaq aparıblar. Araşdırması Viktor Zelnov bu barədə yazıb. Həkimlər məhbusların üzərinə apardıqları sınaqlar cinayət əməlidir. Bu sınaqlar məxfi saxlanılıb. Düşərgədən sağ çıxa bilənlər bu sınaqlar haqqında dəhşətli faktlar açıqlayıblar. Belə ki, həkimlər öz eksperimentləri zamanı ən adi çeydicilərdən belə istifadə etməyiblər. Kəllə sümüyü adi mişarla kəsilib. Bu cür sınaqların keçirilməsinin kim tərəfindən tapşırıldığı da məlum olmayıb. Bəzi mənbələrə görə Stalin də bu vəhşilikdən xəbərsiz olub. Düşərgənin növbətçi əməkdaşlarından biri həkim cəllatlıqları haqqında Moskvaya məktub göndərmək istəyəndə NKVD əməkdaşlarının əlinə keçib və o dərhal güllələnib. Belə bir versiya var ki, bu sınaqlar Beriyanın tapşırığı ilə keçirilib. NKVD şefi beyin mərkəzi yaratmağı planlaşdırıb. Stalinin vəfatından sonra düşərgənin fəaliyyətini Nikita Xruşov bir neçə dəfə Mərkəzi Komitənin iclasında müzakirə mövzusuna çevirib. Bu düşərgədə baş verən hadisələr Stalin rejiminin ən sərt və ən amansız səhifələrindən biri adlandırıb. 1956-cı ildə düşərgənin fəaliyyəti tam dayandırılıb. Maraqlı məqamlardan biri odur ki, hələ 1953-cü ildə Stalinin vəfatına bir neçə gün sonra düşərgə ilə bağlı sənədlərin təxminən yarıdan çoxu yoxa çıxıb. Sonrakı araşdırmalar nəticəsində düşərgədə ölənlərin tam dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Həmçinin düşərgədə ölənlərin bir çoxunun adı və soyadı da bilinməyib. 1990-cı illərdən sonra bu Tugiçak düşərgəsi haqqında geniş yazılar mətbuata çıxanda Alman jurnalistlər bu düşərgəni nasist düşərgələri ilə müqayisə edərək Hitleri mərhəmətli, Führerin əsir düşərgələrini isə tam şəraitli sığınacaq adlandırıblar.